Axşamınız xeyir, idman xəbərləri efirdədir. Konstitusiya və suverenlik ili çərçivəsində 28 may müstəqillik gününə həsr olunan vela yürüyüş keçirilib. Tədbirdə 300-dən artıq velosipedçi və para velosipedçi iştirak edib. Onlar Azərbaycan Respublikasının üç rəngli bayraqlarını daşıyan Zəfər Yolu motosikletçilər qrupunun müşayiəti ilə Veloparkdan start götürməklə Bibiheybət məscidi Su İdman Sarayı Dövlət Bayrağı meydanı marşrutu üzrə hərəkət edib. Tədbirin sonunda vela yürüyüşün fəal iştirakçılarına sertifikatlar təqdim edilib. Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov müsahibəsində bildirib ki, hazırda federasiyanın qarşısına duran əsas məqsəd velosipedin idman növü kimi inkişaf etdirilməsi ilə yanaşı ondan bir nəqliyyat vasitəsi kimi də geniş istifadə olunmasına dəstək verməkdir. Federasiya rəsmisi həmçinin əlavə edib ki, hazırda velosiped aləmində böyük rəğbət qazanan Tour de Azərbaycan yarışının Beynəlxalq Velosipedçilər İttifaqının təqvimində bərpa olması üçün danışıqlar aparılır. Biz belə bir qərara gəlmişik ki, həmin yarışa da bərpa eləyək. Gələn il biz vermişik sifarişi. Görək, gələn ildə biz güman edirik ki, bu keçəcək. 20 şəhər və rayon deməli iştirak edir bu marşrutda. Əvvəlcə Bakıdan start götürürük, sonra gəlir Sumqayıt, sonra gedirik İsmayıllı. Növbəti günlərdə də 5 mərhələdən ibarətdir. Sonra Qəbələ, sonra Oğuz Şəki, sonra gedirik Ağdaş, Mingəçevir, Gəncə. Gəncədən sonra gedirik üzü Qarabağa tərəf və finish azad olunmuş ərazilərdən keçməklə Xankəndi. Ondan sonra gedirik finish xəttimiz olacaq inşallah Şuşada. Bakıda Müstəqillik gününə həsr olunmuş velo yürüyüş keçirilib. Yarış 28 may Müstəqillik günü münasibəti ilə Gənclər və İdman Nazirliyi, Velosiped İdman Federasiyası və Regional İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunub. Bugün bütün xalqımız Müstəqillik gününü qeyd eləyir və bu velo yürüyüşün keçirilməsi barədə biz məsləhətləşəndə belə qərara gəldik ki, Velosiped İdman Federasiyası da öz tərəfdaşları ilə birlikdə Veloparkdan Bayraq meydanına qədər bir yürüyüş təşkil eləyək. Təəssüratlarımız möhtəşəm, əla. Tam əvvəldən başladıq, finiş xəttinə qədər sürdük. Çox möhtəşəm ab-havadır. Təşəkkür edirik təşkilatçılara. Belə tədbirlərin bol-bol tez-tez olmasını arzu edirik. Çox xoş oldu. Əla, möhtəşəm. Mən ilk öncə bütün Azərbaycan Respublikasını, bütün Azərbaycanlıyam deyən hər kəsi Azərbaycan Respublikasının Müstəqillik günü münasibətilə təbrik edirəm. Bayramımız mübarək olsun. Müstəqilliyimiz əbədi olsun inşallah. 300-dən artıq velosipedçi və para velosipedçi Veloparkdan başlayaraq Bibiheybət məscidi, Su İdman Sarayı və Dövlət Bayraq meydanı marşrutu üzrə hərəkət ediblər. Fəal iştirakçılara sertifikatlar təqdim olunub. Konstitusiya və suverenlik çərçivəsində müstəqilliyimizin 107-ci ilinə həsr olunmuş velo yürüyüş təşkil olunub. Tədbir çərçivəsində 300-dən çox insan qüvvəsini sınayıb. Yürüyüşə Şıxovda yerləşən Velopark ərazisindən start verilib. İştirakçılar Azərbaycan Respublikasının üç rəngli bayraqlarını daşıyan Zəfər Yolu motosikletçilər qrupunun müşayiəti ilə Bibiheybət məscidi, Su İdmanı Sarayı, Dövlət Bayrağı meydanı marşrutu üzrə hərəkət ediblər. İştirakçılar finişdə böyük coşqu ilə qarşılanıblar. Velosipedi idman növü kimi inkişaf etdirməklə yanaşı, həm də nəqliyyat vasitəsi kimi geniş istifadə olunması üçün çalışdıqlarını söyləyən Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov, gələn il ölkəmizdə yenidən Tour de Azərbaycan yarışının bərpa edilməsi istiqamətində danışıqların aparıldığını söyləyib. Federasiyanın yeni seçilmiş rəhbərliyi 20 gün bundan qabaq seçilibdir. Biz belə bir qərara gəlmişik ki, həmin yarışa da bərpa eləyək. Gələn il biz vermişik sifarişi. Görək, gələn ildə biz güman edirik ki, bu keçəcək və əvvəlki illərdəkindən daha yaxşı bir yarış olacaq. 20 şəhər və rayon deməli iştirak edir bu marşrutda. Əvvəlcə Bakıdan start götürürük, sonra gəlir Sumqayıt, sonra gedirik İsmayıllı. Növbəti günlərdə də 5 mərhələdən ibarətdir. Sonra Qəbələ, sonra Oğuz Şəki, sonra gedirik Ağdaş, Mingəçevir, Gəncə. Gəncədən sonra gedirik üzü Qarabağa tərəf və finish azad olunmuş ərazilərdən keçməklə Xankəndi. Ondan sonra gedirik finish xəttimiz olacaq inşallah Şuşada. Əlil velosipedçilərə dəstək İctimai Birliyinin sədr müavini Bəhlul Əliyev yürüyüşü yüksək qiymətləndirib. Biz hər daim bu yürüyüşlərə qatılırıq. Bugün də 28 may Azərbaycan Respublikasının Müstəqilliyi günü ilə bağlı bu yürüyüş möhtəşəm oldu. Əməyi keçən, əziyyəti keçən hər kəsə təşəkkür edirəm və mən bütün sizin vasitənizlə Azərbaycan xalqına, Azərbaycanlıyam deyən hər kəsi
həm müstəqilliyimiz əbədi olsun, həm bayramımız mübarək olsun deyirəm və bugünkü bu yürüyüşümüzü də şəhidlərimizə ərmağan edirəm. Tədbirin ərsəyə gəlməsində Regional İnkişaf İctimai Birliyinin könüllülərinin əvəzsiz rolu olub. Könüllülərdən Eyyub Balabəyov öz fikirlərini söyləyib. Regional İnkişaf İctimai Birliyinin könüllüsü və bir gənc olaraq 28 may müstəqillik gününə həsr olunmuş bu yürüyüşdə iştirak etmək olduqca qürur vericidir. Ekoloji təmiz bu nəqliyyat vasitəsinin təbliğinə, gənclərin idmana olan marağının artırılmasına və asudə vaxtlarını səmərəli keçirilməsinə xidmət edən bu idman tədbiri hər birimizə xoş təəssürat və bayram əhval-ruhiyyəsi buraxdı. Qeyd edək ki, tədbirin sonunda velo yürüyüşün fəal iştirakçılarına sertifikatlar təqdim edilib. Сегодня в Баку был организован велопробег, приуроченный Дню независимости и организованный Министерством молодежи и спорта, Федерацией велоспорта Азербайджана и общественным объединением «Региональное развитие». Более 300 велосипедистов и паравелосипедистов, участвовавших в мероприятии, в сопровождении группы мотоциклистов «Дорога Победы», развивавших трехцветные флаги Азербайджана, преодолели расстояние в 7 километров, стартовав от велопарка и проехав по маршруту мечеть Биби-Эйбак, дворец водных видов спорта, площадь государственного флага. В завершении мероприятия активным участникам велопробега были вручены специальные сертификаты. Первый вице-президент Федерации велоспорта Азербайджана Сахиб Алекперов отметил, что основной целью деятельности Федерации является поддержка развития велосипедного спорта. По его словам, в стране для этого есть вся необходимая инфраструктура, и подобные мероприятия вносят большой вклад в работу в данном направлении. Ötən gün 28 may müstəqillik gününə həsr olunmuş velo yürüyüş keçirilib. Gənclər və İdman Nazirliyi, Velosiped İdmanı Federasiyası və Regional İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə Konstitusiya və Suverenlik ili çərçivəsində keçirilən tədbirdə iştirak edən 300-dən artıq velosipedçi və paravelosipedçilər Zəfər Yolu Motosikletçilər qrupunun müşayiəti ilə veloparkdan start götürməklə Bibi-Eybək məscidi, Su İdman Sarayı, Dövlət Bayrağı meydanı marşrutu üzrə hərəkət ediblər. Tədbirin sonunda isə velo yürüyüşün fəal iştirakçılarına sertifikatlar təqdim olunub. Bütün idmançılarımızı velo idman... Buna bakın, buna bakın. Sahib Ələkbərov, alqışlarınızla. Hər il təşkil elədiyimiz Tour de Azərbaycan adı altında bir yarışımız var idi. Beynəlxalq velosiped turniri idi. Ora dünyanın hər yerindən, Avstraliyadan, Amerika Birləşmiş Ştatlarından, başqa ölkələrdən komandalar gəlirdilər və iştirak edirdilər. Bu çox gözəl və çox cəlbedici bir tədbir idi. Bir çox rayonlardan keçməklə 5 gün ərzində idmançılar 1000 kilometrə yaxın məsafə qət edirdilər və cəmaatın bu rəğbətinə səbəb olmuşdur, xüsusilə dünyada. İndi federasiyanın yeni seçilmiş rəhbərliyi 20 gün bundan qabaq seçilibdir. Biz belə bir qərara gəlmişik ki, həmin yarışı da bərpa eləyək. Gələn il indi biz vermişik sifarişi. Görək, gələn ildə biz güman edirik ki, bu keçəcək və əvvəlki illərdəkindən daha yaxşı bir yarış olacaqdır. 28 may müstəqillik gününə həsr olunmuş velo yürüyüş keçirilib. Velosiped turuna 300-dən artıq iştirakçı qoşulub. 28 may müstəqillik günü ilə bağlı velo yürüyüş keçirilib. Azərbaycan Velosiped İdmanı Federasiyası, Gənclər və İdman Nazirliyi və Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən yarışda 300-dən artıq velosipedçi və paravelosipedçilər iştirak ediblər. Veloparkda start götürən yürüyüş Dövlət Bayraq meydanında başa çatıb. 100-200-300 kilometre sürən almaq. Onlar bir haradasa 20 kilometre olar. O kişi evdən gəlmək, eləmək hamısı bir yerdə. Yox, elə çətin bir şey deyil. Sağlam bədəndə sağlam ruh olur və tez-tez olsa daha yaxşı olardı bunlar. Yarışla bağlı danışan Federasiyanın birinci vitse-prezidenti Sahib Ələkbərov ölkədə velosiped idmanına olan marağın artdığını bildirib. Görülən işlərdən söz açan Ələkbərov təmsil etdiyi qurumun gələcək planlarından da danışıb. Gələn il indi biz vermişik sifarişi. Görək, gələn ildə biz güman edirik ki, bu keçəcək və əvvəlki illərdəkindən daha yaxşı bir yarış olacaqdır. 20 şəhər
və rayon burada deməli iştirak edir bu marşrutda. Əvvəlcə Bakıdan start götürürük, sonra gəlir Sumqayıt, sonra gedirik İsmayıllı. Növbəti günlərdə də 5 mərhələdən ibarətdir. Azad olunmuş ərazilərdən keçməklə Xankəndi, ondan sonra gedirik finiş xəttimiz olacaq. İnşallah Şuşada bu gözəl bir tədbir olacaq. Qeyd edək ki, yarışda müxtəlif yaş qruplarından iştirakçılar mübarizə aparıblar. Velo yürüyüşün sonunda iştirakçılara sertifikatlar təqdim edilib. may Müstəqillik Günü münasibəti ilə peşəkar və həvəskar velosipedçilər, həmçinin para velosipedçilər arasında velo yürüyüş keçirildi. Yürüyüş Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped İdmanı Federasiyası və Regional İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə Konstitusiya və Suverenlik ili çərçivəsində reallaşdı. İştirakçılar veloparkdan Dövlət Bayrağı meydanına qədər ümumilikdə 7 kilometr məsafə qət etdilər. Hər yaş kateqoriyasından insanı əhatə edən yürüyüşdə 300-dən çox iştirakçı qeydə alındı. Bu velo yürüyüşün keçirilməsi barədə biz məsləhətləşəndə belə qərara gəldik ki, Velosiped İdmanı Federasiyası da öz tərəfdaşları ilə birlikdə veloparkdan Bayraq meydanına qədər bir yürüyüş təşkil eləyək. Çox belə də həvəslə gəlmişdilər, müxtəlif yaş qruplarına aid olan insanlar idilər. Mən bu yarışa, bu yürüyüşə qoşulanların hamısına federasiyamız adından minnətdarlığımı bildirmək istəyirəm. Yaşlı nəsil nümayəndələri var, gənclər vardı və sevindirici haldır ki, artıq gənclərimizin, bütün hər yaş kateqoriyasında olan insanların velosipedə və sağlam həyat tərzinə marağı artıb. Məsafə çox əlverişli idi, rahat şəkildə məsafəni qət elədik. Burada olmaq çox qürur verici hissdir. Velo yürüyüş maraqlı keçdi. Mən onsuz da velosiped sürürəm. Aktiv idmanla məşğulam. Təkcə velosipedlə yox, dağ xizəkçiliyi, alpinizm, üzgüçülük, futbol və digər idmanlarla. Sağlamlıq hər zaman öndə gəlməlidir, xüsusi olaraq da gənclər üçün. Bunun da gənclərimizə bir motivasiya, bir stimul olduğunu düşünərək mən də bura qatıldım. Maraqlı keçdi, inşallah davamı olur. Hazırlaşmamışdım, amma yenə də iştirak eləmək istədim. Çox maraqlı idi. Yəni təcrübəli bir yürüyüş idi. Mənim üçün çox xoş oldu. Çox xoş idi, çox maraqlı keçdi. Biz çox yarışlarda iştirak elədik, amma bu tamam başqa ləzzət elədi. Çox maraqlı idi. Birinci dəfədir qatılırsan? Birinci velosiped üzrə birinci dəfədir. Yəni belə çox maraqlı keçdi. Çətinlik nə idi sənin üçün? Çətinlik elə bir yox idi. Çox maraqlı, ləzzət elə gəldik. Çox yaxşı keçdi. Birinci dəfədir qatılıram. Tez-tez də gələrik bura. İnşallah bu yarış Qarabağda bu yarışlardan da çox keçirdərlər. İlk dəfə idi ki, velo yürüyüşə qatılmışdım. Çox maraqlı, çox gözəl keçdi və asan idi. Məncə elə də çətin deyildi. Və burada çox xoşuma gəldi. Uzun olsa da çox maraqlı idi. Sonda da marafon qatıldığımız üçün sertifikatımızı təqdim elədilər. Təşəkkür edirəm. Yəni bu möhtəşəmliyə görə mütləq ki, yenidən qatılacağam. Sonda iştirakçılara sertifikatlar təqdim edildi. Təşəkkürümüzü bildiririk. Sportline davam edir. Bugün 28 may Müstəqillik gününə həsr olunmuş velo yürüyüş keçirilib. Ətraflı növbəti süjetdə. Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped İdmanı Federasiyası və Regional İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə 28 may Müstəqillik gününə həsr olunmuş velo yürüyüş keçirildi. Tədbirdə iştirak edən 300-dən artıq velosipedçi və para velosipedçi Azərbaycan Respublikasının üçrəyli bayraqlarını daşıyan Zəfər Yola motosikletçilər qrupunun müşayiəti ilə veloparkdan start götürməklə Bibi Heybət məscidi, Su İdman Sarayı, Dövlət Bayrağı meydanı marşrutu üzrə hərəkət ediblər. Tədbirin sonunda velo yürüyüşün fəal iştirakçılarına sertifikatlar təqdim edildi. Bugün bütün xalqımız Müstəqillik gününü qeyd eləyir və bu velo yürüyüşün keçirilməsi barədə biz məsləhətləşəndə belə qərara gəldik ki, Velosiped İdmanı Federasiyası da öz tərəfdaşları ilə birlikdə veloparkdan Bayraq meydanına qədər bir yürüyüş təşkil eləyək. Və bu günləri siz də şahid oldunuz ki, 300-dən çox burada iştirakçı var idi. Sahib Ələkbərov həmçinin Federasiya rəhbərliyinin velosiped aləmində böyük rəğbət qazanmış Tour de Azərbaycan yarışının Beynəlxalq Velosipedçilər İttifaqının təqvimində bərpa olunması üçün danışıqlar apardığını da bildirib. İndi federasiyanın yeni seçilmiş rəhbərliyi 20 gün bundan qabaq seçilibdir. Biz belə bir qərara gəlmişik ki, həmin yarışa da
bərpa eləyək. Gələn il, bəli, gələn il indi biz vermişik sifarişi. Görək, gələn ildə biz güman edirik ki, bu keçəcək və əvvəlki illərdəkindən daha yaxşı bir yarış olacaqdır. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped İdmanı Federasiyası və Regional İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə Konstitusiya və Suverenlik ili çərçivəsində 28 may müstəqillik gününə həsr olunmuş velo yürüyüş keçirilib. Tədbirdə iştirak edən 300-dən artıq velosipedçi və para-velosipedçilər Azərbaycan Respublikasının üçrəngli bayraqlarını daşıyan Zəfər Yolu motosikletçilər qrupunun müşayiəti ilə veloparkdan start götürməklə Bibi Heybət Məscidi, Su İdmanı Sarayı, Dövlət Bayrağı Meydanı marşrutu üzrə hərəkət ediblər. Tədbirin sonunda velo yürüyüşün fəal iştirakçılarına sertifikatlar təqdim edilib. Tour de Azərbaycan velosiped yarışı yenidən keçirilməyə başlayacaq. Bunu Azərbaycan Velosiped Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov dedi. Media nümayəndələrinin suallarını cavablandıran federasiya rəsmisi bildirdi ki, yarışın gələn il təşkil olunma ehtimalı böyüdür. Gələn il indi biz vermişik sifarişi. Görək, gələn ildə biz güman edirik ki, bu keçəcək və əvvəlki illərdəkindən daha yaxşı bir yarış olacaqdır. Sahib Ələkbərovun sözlərinə görə artıq rəsmi olmasa da yarışın marşrutu müəyyənləşdirilib. 20 şəhər və rayon burada, 20 şəhər və rayon deməli iştirak edir bu marşrutda. Əvvəlcə Bakıdan start götürürük, sonra gəlir Sumqayıt, sonra gedirik İsmayıllı, növbəti günlərdə də 5 mərhələdən ibarətdir. Sonra Qəbələ, sonra Oğuz Şəki, sonra gedirik Ağdaş, Mingəçevir, Gəncə, Gəncədən sonra gedirik üzü Qarabağa tərəf və finish azad olunmuş ərazilərdən keçməklə Xankəndi, ondan sonra gedirik finish xəttimiz olacaq inşallah Şuşada. Bu gözəl bir tədbir olacaq. Qeyd edək ki, Tour de Azərbaycan beynəlxalq velosiped yarışı sonuncu dəfə 2017-ci ildə təşkil olunub.